Tatarlar özlərini Ruslardan ali bir ilk kimi dərk edirlər. Biz isə Rusları özümüzdən üstün hesab edirik. Bizim millətin ən böyük problemi budur. Şimal Azərbaycan türklərinin ən böyük problemi budur. Deməli, biz bir İngilisi görəndə ona bilsən nə kimi baxırıq? Türklər İngilisi, Almanı adam saymırlar. Biz ondan elə bilir ki, onlar nəsə alilikdir. Türklər onlara bizim kimi baxmırlar. Alilik əksinə, onlar İngilizcə zadyonda özlərinin əlinin altında olmuş bir şeylər kimi baxırlar. Tatarlarda bu psixologiya var. Yəni, Tatarlar uzun müddət Rusları 400 il əl altında saxladıqlarına görə, bax, bugün Tatarlar bizim kimi düşüb Rusiyanın əlinin altına. Nə Ruslar onları bizə olan münasibəti göstərə bilir, nə də Tatarlar ona dözür. Və ən vacibi Rusiyanın bugünkü elitası, Rusiyanın həm elmi, həm mədəni 90% Tatarlardır. 5 dənə marşal Tatardır. Rusiya tarixinin ən görkəmli adamları Dostoyevskidən tut, hara qədər gedirsə, Turgenevdir, Tritekovdur, bunlar hamısı Tatardır, millət Tatar. Və onlar özlərini Tatar kimi də dərk edirlər. Və Tatarlarda qeyri-adi dərəcədə həm dinə bağlılıq var, həm də milli kimliyə bağlı. Ruslar Tatarlara qarşı bir dənə iş aparıblar. Tatarstanda. Onların tarixini təhrif etmək, onları alçatmaq. Amma Tatarların özləri haqqında təsəvvürü Rusların onlar haqqında təsəvvürünün üstə düşmür. Tatarlar Ruslara əl altı uşaq kimi baxırlar. Biz isə Ruslara ağa kimi baxırıq.